Salam. Bugünkü izah videomuz bizim qəbul suallarını əhatə eləyəcək. Mən bu gün sizə 14-ü 8-ci ay 2024-cü ildə keçirilmiş qəbul suallarının izahını vermək istəyirəm. Baxın, birinci sualımız bizdə əməli yazı ilə bağlı bir sualdır. Ümumiyyətlə izah başlamadan əvvəl bir şey vurğulamaq istəyirəm. Bəzən Azərbaycan dili proqramı bizə aydın olmaya bilər. Necə aydın olmaya bilər? Bilirsiniz ki, qanundur, sonra məntiqdir, informatikadır. Bunlar vahid proqramda olmur. Məsələn, qanunla tutaq ki, bir mövzu BB-də olmadığı halda BA-da ola bilər. Amma Azərbaycan dilində bu belə deyil. Demək olar ki, bütün kateqoriyalar üçün mövzu eynidir. Bununla bağlı da yaxında bir izah videosu çəkib paylaşacağam. Kimə də lazım olarsa proqramını, yəni Azərbaycan dili dövlət qulluğu üzrə proqramını göndərə bilərəm. Nömrə yuxarıda yazılıb. Gəlin indi baxaq birinci sualımıza. Birinci sualımızda deyir ki, hansı əməli yazını təşkilat rəhbəri imzalamalı və mühürlə təsdiqləməlidir. Bu bizdə əməli yazıya aid bir sualdır. Əməli yazı təqribən 1 ildir ki, 1-2 aydan bir düşür. Məsələn, bir il bundan əvvəl hər ay düşdüyü halda, indi 1-2 qəbuldan bir düşür. Yəni, sizin qəbulunuzda ola da bilər, olmaya da bilər. Amma nəzər salsaq, biz bilirik ki, burada doğru cavab variantı E variantı olmalıdır. Hansı ki, arayış imzalanır və mühürlə təsdiqlənir. Sonra baxaq ikinci suala. İkinci sualımızda bizə deyir ki, kompensasiya sözündə vurğu neçənci hecadadır? Söz kompensasiya kimi yazılır, kompensasiya kimi tələffüz olunur. Bizim bir qaydamız var. Kitabımıza da nəzər salsaq aydın olar ki, bilirik ki, əgər sonluq ik ilə bitibsə, i ilə bitibsə, sonra tor, metir, qraf, bu tipli hissəciklərlə bitibsə, biz bu şəkilçiləri silirik və bu vurğunu şəkilçidən əvvələ keçirdirik. İndi baxıb görsəm ki, kompensasiya sözündə vurğu neçənci hecadadır? Görürəm İA sonluğu ilə bitib. İA-nı buradan silirəm, sanki İA burada yoxdur. Baxıb görürəm, mən demişdim axı, şəkilçi, yəni İA İK ilə bitəndə şəkilçini silirəm və vurğu bu şəkilçidən əvvələ keçir. İA-nı sildiyim üçün vurğu avtomatik A-nın üzərinə keçəcək. Neçənci hecadır? 1, 2, 3, 3-cü hecadır. Doğru cavab variantı bu sualda olmalıdır, C variantı. İndi gəlin digər sualımıza baxaq. 3-cü sualımızda qeyd olunur ki, orfoqrafik cəhətdən səhv olan sözü müəyyən edin. Mən bilirdim ki, fonetikada orfoepiya və orfoqrafiya deyilən anlayışlar var. Orfoepiya olanda, baxın, orfoepiya Yunan sözü olub, orfo düzgün, epiya yazıram sözlərindən götürülüb. Yəni, üzr istəyirəm, orfo düzgün, epiya tələffüz sözlərindən götürülüb. Yəni, düzgün tələffüz eləyirəm mənasını ifadə edir. Orfoqrafiya isə Yunan sözü olub, orfo düzgün, qraf yazıram sözlərindən götürülüb. Baxın, qraf sözünü yadınızda saxlayın. Qraf, qrafik işarə, simvol mənasını ifadə edir. Deməli, orfoqrafik olanda biz düzgün yazışı nəzərə almalıyıq. Və mənə deyir ki, bu sualda bəs deyir ki, hansı sözün yazılışı səhvdir? Baxıram ki, puça-puç düzdür. Burada heç bir yazılışın, yəni yazılış xətası yoxdur. Astronomiya doğrudur, gimnaziya doğrudur. Diktafon doğrudur. Cavab variantı B variantıdır. Yaxşı, cavab bu sualda B variantıdır. Bu söz qalxan vari yazılmalıdır. O şəkilçi ümumiyyətlə varı deyil, vari şəkilçisidir. Yəni, sözün düzgün şəkil versiyası qalxan vari olmalıydı. Doğru cavab variantımız bu sualda olur. B variantı. Sonra baxaq digər bir sualımıza, yəni 4-cü sualımıza. Deyir ki, leksik şəkilçi olan sözləri müəyyən edin. Baxıram, mən ümumiyyətlə bilirəm ki, bizdə şəkilçilər 2 qismə ayrılır. Ayrılır leksik şəkilçilər və qrammatik şəkilçilər. Leksik şəkilçilər o şəkilçilər idi ki, onlar yeni söz yaradırdı. Qrammatik şəkilçilər isə sözə sadəcə forma verirdi. İndi şəkilçini tapa bilməyim üçün sözü köklə şəkilçiyə ayıracağam. Baxıram ki, bağışlamaq sözünün kökü məntiqlə bağış olmaz, bağ olmaz, bağışlı olacaq sözün kökü. Amma isə qrammatik şəkilçidir. Mənə deyir, axı leksik şəkilçi olsun. A variantı cavabda yerləşməyəcək.
Evindədir. Baxın, onun evindədir və yaxud sənin evindədir. Fərqi yoxdur. Qarşısına onun sənin tipli əvəzliklər əlavə elədiyim üçün bilirəm ki, avtomatik artıq burada in mənsubiyyət şəkilçisidir. Ev sözün köküdür. In mənsubiyyət şəkilçisidir, da yerlikal şəkilçisidir, dir şəxs sonluğudur. Burada da heç bir qrammatik şəkilçi olmadığı üçün B variantı cavabda yerləşmədi. Dağılmaq sözündə sözün kökü dağ deyil, dağıldı. Ümumiyyətlə dağılmaq sözüdür, dağıntıdır, sarsıntıdır. Bunlar hamısı fleklasiya uğrayan sadə sözlərdir. Bilirəm ki, C variantı cavabda ola bilməz, çünki məndə leksik şəkilçi olmalı idi. Baxın D variantına. Yazılardan. Baxın, sözün kökü yazdı. Sözün kökü yaz, götürdüm. Leksik şəkilçidir. Yaz, nə et yaz, yazı, nə yazı. Lar burada cəm şəkilçisi, qrammatik şəkilçidir. Dan da burada qrammatik şəkilçidir. Deməli, kök, leksik, qrammatik şəkilçisidən ibarət olduğu üçün bizdə söz C variantı D variantı ola bilər. Çünki mənə leksik şəkilçi lazım idi. Sonra baxıram, doğru cavabı D variantı tapsam da, digər variantlarda təhlil eləyirəm. Dinlədi sözü, dinlədi sözündə də sözün kökü dinlədi, D qrammatik şəkilçidir, keçmiş zaman şəkilçisidir. Qrammatik şəkilçi olduğu üçün cavab variantına yerləşə bilməz. Eyni də atdım, doğru cavab variantı D variantıdır. Sonra baxıram 5-ci sualımıza. 5-ci sualımızda bizə deyir ki, hansı amonimlər həm də termindir. 2 dənə kateqoriyam var. Birinci söz amonim olmalıdır, ikinci söz termin olmalıdır. Baxdım. Məsələn, bilirəm ki, məndə köç sözü heç vaxt termin olmayacaq. A variantı cavabda yerləşə bilməz. Sonra bilirəm ki, məsələn, at sözü termin olmayacaq, cavabda yerləşə bilməyəcək. Sonra baxıb görürəm ki, bizdə jurnal sözü termini olmayacaq və ümumiyyətlə bunun amonimliyi də yoxdur heç. C variantda cavabda yerləşməyəcək. Baxıram ki, var sözü, varın bir terminliyi yoxdur axı, E də cavabda yerləşməyəcək. Onda doğru cavab qalacaq D variantı. Niyə D variantıdır? Baxın, sifət, bir nitq hissəsi sifət, bir də insanın sifəti. Zərf bir var, belə deyim, məktubun qoyulduğu qab, zərf. Bir də var nitq hissəsi zərf. Qoşma, bir var, nə isə qoşmaq, bəstələmək. Bir də var qoşma, köməkçi nitq hissəsi qoşma. Doğru cavab variantı, bütün tələblərim ödəndiyi üçün D variantıdır. Sonra baxacağım 6-cı sualımıza. 6-cı sualımızda qeyd olunur ki, proyekt sözü yazıldığı kimi tələffüz edilsə, ədəbi dilin hansı norması pozular? Mən bilirəm ki, Rus-Avropa mənşəli sözlərdə o A kimi tələffüz olunmalıdır. Bu sözün düzgün tələffüz qaydası proyekt şəklində olmalıdır. Yəni, o A-ya keçməlidir. Əgər bu sözü mən proyekt deyil də proyekt şəklində tələffüz eləsəm, dilin orfoepik normasını pozmuş olaram. Çünki bayaq da dedim ki, bəs orfoepik olanda sözün düzgün tələffüzü, orfoqrafik olanda isə sözün düzgün yazılışı nəzərdə tutulur. Ona görə 6-cı sualda bizim doğru cavab variantımız B variantıdır. Və bunu da qeyd eləyək ki, ümumiyyətlə bu normalarla bağlı hər qəbul bizim sualımız olur. Ya leksik, ya qrammatik, ya da fonetik normalardan birini soruşur. Hətta bəzən üçünü də bir yerdə soruşa bilər. Baxıram 7-ci suala. 7-ci sualda qeyd olunur ki, zaman zərfinin işləndiyi cümlə hansıdır? Baş-başa adamlardan ayrı gəzir. Baxın, gəzir, nə edir gəzir? Necə ayrı? Kim o? Kimdən adamlardan? Nə vaxt həmişə? Mən bunu sintaktik təhlillə çevirib sizin üçün ağırlaşdırmaq istəmirəm. Çünki burada zərflikdən söhbət getmir. Zərflikdən söhbət getsəydi, mən bunu elə sintaktik təhlil eləyərdim. Burada söhbət zaman zərfindən gedir. İki aspektdən taparam. Ya buna sual verərəm, ya da bir digər aspektdən taparam. Bilərəm ki, dünən, bugün, həmişə, bu vaxt, bu tipli sözlər əslində bizə zərfdir. Baxın, gəzir, nə edir gəzir? Kim o? Nə vaxt həmişə? Fikir versiniz, nə vaxt sualına cavab verdi. Nə vaxt sualına cavab verdiyi üçün deməli həmişə bizdə zaman zərfidir. Doğru cavab variantı bu sualda olmalıdır A variantı. Sonra digər variantlara da təhliliyə baxaq. Məsələn, belə sual tiplərində daha çox B variantı yazılır, amma niyə cavab B deyil?
Çünki mən bilirəm ki, sonradır, əvvəldir. Bunlar bizdə zərf kimi də işlənə bilər. Amma sonra sözündən əvvələ baxan dandən çıxışlı hal şəkilçisi var. Əgər sonra əvvəl tipli sözlər özündən əvvəl çıxışlı hal şəkilçisi tələb edirsə, bu adətən qoşma olur. Bu istisnasız belədir. V variantı getdi. Qız əlini qoynuna qoyub dənizə tamaşa edirdi. Tamaşa edirdi haraya? Dənizə. Kim? Qız. Necə əlini qoynuna qoyaraq. Burada gördüyünüz kimi ümumiyyətlə heç bir zərflik və yaxud zərf olmadı. Axşamki hadisə çoxlarının marağına səbəb oldu. Səbəb oldu. Nə hadisə? Hansı hadisə? Axşamki hadisə. Nəyə səbəb oldu? Çoxlarının marağına. Baxıb görürəm ki, ümumiyyətlə burada axşamki sözünə görə cavab götürə bilərsiniz. Amma bir kateqoriyanı yadda saxlamaq lazımdır ki, daçı şəkilçisi, bir də kir şəkilçisi bütün nitq hissələrindən ələlxüsusda zərfdən sifət düzəldir. Yəni bu əslində burada axşamki sözü bizdə sifət sayılır. Çünki tərkibində kir leksik şəkilçisi var. O kəndə çatanda hava qaralmışdı. Qaralmışdı, nə etmişdi? Qaralmışdı. Nə? Hava. Nə var? Kəndə çatanda. Fikir verirsiniz. Burada baxın, o kəndə çatanda. Burada zaman zərfliyi var. Amma zərf deyil, zərflikdir bu, zərflik. Hardan bu qənaətə gəldim? Baş şəkilçiyə baxın, anbəndə. Anbəndə feili bağlama şəkilçisidir axı. Feili bağlama da cümlənin zərfliyi olur, zərfi yox. Ona görə E variantı da cavabda deyil. Doğru cavab bu sual üçün A variantı olmalı. Sonra keçirəm digər sualımıza. 8-ci sualımızda qeyd olunur ki, cümlələrdən birində azaltma dərəcəsində olan sifət tamamlıq vəzifəsindədir. İndi baxaq. Baxın, biz bilirik ki, azaltma dərəcəsi əlamət və keyfiyyəti normadan az olduğunu bildirir. Morfoloji və sintaktik üsuluna yaranır. Morfoloji üsuluna yaranırsa şəkilçilərin köməyi ilə ımtıraq, mıtraq, rak tipli şəkilçilərdən istifadə olunur. Əgər sintaktik üsulla yaranırsa ala, açıq, təhərkəm tipli sözlərdən istifadə olunur. İndi baxıram, kəsər rənglər içərisində sarımtılı daha çox bəyənir. Baxıb görürəm ki, sarı sözün kökü də ımtıl bizdə leksik şəkilçidir. Sifətin azaltma dərəcəsini formalaşdırır. Baxıb görürəm ki, A variantı hələ ki cavabda ola bilər. Birinci azaltma dərəcəsini tapım, sonra qayıdıb tamamlığını taparam. Çöllər, çəmənlər yazın əvvəllərində yaşıla bürünür. Baxın, burada sifət yaşıldır, adi dərəcədə heç bir dərəcə çaları yoxdur. Qaraşın qız yarışda ikinci oldu. Bax, fikir verin, qara sözün kökü şın leksik şəkilçi. Imtıraq, mıtraq, rak, şın, sof, bunlar sifətin azaltma dərəcəsini yaradır. C variantı da cavabda ola bilər. Vaqif övladlarının lap balacasına xüsusi diqqətlə yanaşırdı. Lap burada ədatdır, sifətin çoxaltma dərəcəsini yaradır. Cavabda ola bilməz. Hər kəs sarını bəyənirdi, sarı da burada adi dərəcədədir, cavabda ola bilməz. İndi gəlin A-la C-ni müqayisə eləyək. Deməli, baxsam ki, C-yə mənə deyir tamamlıq olsun. Mən biləm ki, tamamlıq kimi, nəyi, haranı, kimdə, nədə, harada, kim üçün, nə üçün və s. tipli suallara cavab verir. Qaraşın qız yarışda ikinci oldu. İkinci oldu kim qız, hansı qız, qaraşın qız. Fikir verirsiniz, bu söz hansı sualına cavab verdi? Yəni cümlənin təyini oldu. C variantı cavabda yerləşə bilməz. Həsən rənglər içərisində sarımtılı daha çox bəyəndi. Nə etdi, bəyəndi? Nəyi? Sarımtılı. Bax, fikir verirsiniz, nəyi sualına cavab verdi? Nəyi sualına cavab verdiyi üçün tamamlıq vəzifəsindədir, plus azaltma dərəcəsindədir. Bu sual üçün doğru cavab variantı olmalıdır. A variantı. Daha sonra baxaq 9-cu sualımıza. 9-cu sualımızda qeyd olunur ki, hansı bənddə cümlənin mübtədası səhv göstərilir? Baxaq, bu sualda bircə dənə onu deyim ki, yanlışlıq var. Bunun izahı mümkün olmayacaq. Ona görə mümkün olmayacaq ki, hansı bənddə cümlənin mübtədası səhv göstərilib deyir. Burada sözlər, yəni mübtədalar müəyyən bir rənglə verilməlidir və yaxud kursivlə verilməlidir. Verilmədiyi üçün təəssüf ki, bu sualı izah edə bilmirik. Keçirik 10-cu sualımıza. 10-cu sualımızda bizə deyir ki, sayları müəyyən edin. Əla, baxaq. Burada, baxın, bu 1-dir, qarşısına yazıram. Bu 2, 3, 4, 5, 6 və 7. Mən həmişə öz dərsimdə də deyirəm, gözüm görəni o dəqiqə deyəcəm sizə. 1-dən 1-ə istisnasız zərfdir. Baxın, 1-ə 5-dir. Sonra olsun, nə bilim, 1-ə 10, 1-ə 2, 1-dən 1-ə, gündən günə, bu tipli sözlərin hamısı zərfdir. 6 olanı bütün cavab variantından atacam. Bax, görürəm ki, heç 6 cavab variantında yoxdur, heç təhlil eləməyimə dəymədi. Yəni də bunu silirəm, gedir. Sonra baxıram nəyə?
Gözüm görənlərə baxıram. Tutaq ki, baxıram birgə. Deyirəm birgə gəldilər. Necə gəldilər? Birgə gəldilər. Bu görürəm ki, cümlədə zərf olur. Birgə necə? Birgə. Birgə danışdılar, birgə gəldilər. Cümlədə zərf olur, çünki hərəkəti izah eləyir. Onda belə çıxır ki, bir cavab variantında olmayacaq. Ən azından C variantını atdım. Baxıram 3-4. Heç bir problem yoxdur axı. 3-4, məsələn 3-4 nəfər insan, nə qədər insan? Hər şey qaydasındadır. İkinci cavab kimi seçdim. Sonra deyirəm, baxıram 1-1. Baxın, saylar adətən təkrarlanırsa, 1-1, 2-2, deyir 1-1 gəlin, 2-2 gəlin. Bu zərfdir, hərəkəti izah eləyir. 3 mənim cavab variantımda yerləşə bilməyəcək. O halda qalır A variantı cavab. Yəni digərlərini də təhlil edeyim. 5-ci sıra saydı, cavabda olmalıdır. 3-də 1 kəsr saydı, cavabda olmalıdır. Yaxşı, niyə onluq olmur? Çünki 10 sözün köküdür, loop isim düzəldən leksik şəkilçidir, cavabda yerləşə bilməz. Yəni bu onluq nə? Onluq isimdir. İsim olduğu üçün də cavabda yerləşmir. Doğru cavab A variantı. Sonra baxaq yenə 11-ci sualımıza. 11-ci sualımızda qeyd olunur ki, xəbəri frazeoloji birləşmə ilə ifadə olunan şəxssiz cümləni müəyyən edin. Əla. Bilirəm ki, şəxssiz cümlənin mübtədası olmur və onun, yəni mübtədanın təsəvvürü də mümkün olmur. Baxsam, deyir ki, xoşuna gəldi frazadır. Yazığı gəldi frazadır. Biz axşamüstü yola düşdük frazadır. Yola düşmək. Yamanca gözünün odunu alıblar frazadır. Uşaqlara nəzarət etdik. Nəzarət etdikdə ol etbil qıl hissəci idi. Frazologizmdir. İndi baxıram nəyə? Baxın, onun xoşuna gəldi. Nə onun cavabı. Görürsünüz, cümlənin mübtədası var. Belə çıxır ki, bu məlum növdədir. Plus belə deyim, müəyyən şəxsi cümlədir. A variantı cavabda ola bilməz. Heç kimin ona yazığı gəlmədi. Yazığı gəlmədi. Kimin? Heç kimin. Kimə? Ona. Fikir verirsiniz, mən burada heç bir mübtəda təhlil eləmədim. Deməli, bu sualın düzgün cavabı B variantıdır. Mən demişdim ki, əvvəlcədən də şəxsi cümlənin mübtədası olmayacaq. Görürsünüz, mən B variantında da mübtəda təhlil eləmədim. Plus xəbər, yazığı gəlmək frazeologizmdir. Baxın, sonra biz axşamüstü yola düşdük. Yola düşdük kim? Biz. Cümlənin mübtədası var. Müəyyən şəxsidir. Gözünün odunu alıblar kim? Onlar. Baxın, onlar əvəzliyini əlavə eləyəndə bu qeyri-müəyyən şəxsi cümlə olur. D variantı cavabda ola bilməz. Uşaqlara nəzarət etdik kim? Biz. Özümüzdən mübtəda əlavə eləyiriksə, məlum məsələdir ki, müəyyən şəxsi cümlə olur. E variantı cavabda yerləşə bilməz. Növbəti sualımıza baxırıq. 12-ci sualımız. 12-ci sualımızda bizə qeyd olunur ki, hansı cümlədə mənsubiyyət şəkilçili söz işlənməyib? Toğrulun fikri. Bax, fikir verirsiniz. Toğrulun fikri söz birləşməsidir. Bilirəm ki, Toğrulun yəli çaldı, fikri mənsubiyyət şəkilçili sözdür. A variantı cavabda ola bilməz. Vətənimin seyri. Söz birləşməsidir. Söz birləşməsinin ikinci tərəfi həmişə mənsubiyyət şəkilçili olur. B variantı da cavabda ola bilməz. Türkün dili tək sevgili, istəkli dil olmaz. Baxın, Türkün dili. Söz birləşməsidir. İkinci tərəf həmişə mənsubiyyət şəkilçisi tələb edir. C variantı cavabda ola bilməz. Sonra baxıram digərinə. El bilir ki, sən mənimsən. Baxıb görürəm ki, burada nə kimi mənsubiyyət şəkilçisi var? Şəxs sonluğu var burada. Hə, bəlkə də bu imi fikirləşə bilərsiniz ki, mən sözün köküdür, im mənsubiyyət şəkilçisidir, qrammatik şəkilçisidir, sən şəxs sonluğudur. Amma yadda saxlamaq lazımdır ki, mən və biz əvəzliyi yəlik halda im şəkilçisini qəbul eləyir, in yox. Buradakı im əslində yəlik haldır. Cavab variantı D variantıdır, çünki D variantında heç bir mənsubiyyət şəkilçisi yoxdur. E variantında qalx ayağa odlar yurdu, odların yurdu. Görürsünüz, söz birləşməsi şəklindədir, qeyri-müəyyənlik bildirən yəlik haldır. İkinci tərəfdə mənsubiyyət şəkilçisi qəbul edilib. E variantı da cavabda deyil. Doğru cavab oldu D variantı. Baxıram 13-cü sualımıza. 13-cü sualımızda bizdə qeyd olunur ki, uzaqdan qəmərin qaraltısı göründü cümləsində təhlil haqqında səhv fikirdir. Əla, baxdım. Nəqli cümlədir, bəli, tamamilə doğrudur. Sonra qayıdır deyir ki, şəxsi cümlədir. Baxın, qaraltısı göründü, nə etdi? Qaraltısı göründü. Kimin və yaxud nəyin, qəmərin, haradan, uzaqdan. İndi baxıb görürəm, deyir hansı fikir səhvdir. Şəxsi cümlədir. Bilirəm, bunu saxlayaq. Digərlərinə də baxaq, təhlil eləyək. Bəlkə
yanlış mövqedən yanaşacağam. A variantı düz idi, nəqli cümlə idi. Sonra baxıram digərlərinə. Baxsam, deyir mübtəda quruluşçu mürəkkəbdir. Qəmərin qaraltısı göründü. Kimin? Qəmərin. Haradan? Uzaqdan. Baxıb görürəm ki, doğrudan da bu cümlə şəxsi cümlədir. Ona görə ki, burada mübtəda yoxdur. B variantı düzdür. Deyir, mübtəda quruluşçu mürəkkəbdir. Baxıb görürəm ki, axı qəmərin qaraltısı göründü. Haradan? Uzaqdan. Yox, burada üzr istəyirəm. Bir mövqedən yanaşmalıyıq. Baxın, belə təhlil eləməliyik. Göründü, nə etdi? Göründü. Nə? Qəmərin qaraltısı. Haradan? Uzaqdan. Bu cümlənin düzgün təhlili belə olmalıdır. Baxıb görürəm ki, doğrudan da nəqli cümlədə A variantı getdi. Düzgün təhlildən sonra gördüm ki, bu şəxsiz cümlə deyil. Ona görə ki, bax göründü nə? Qəmərin qaraltısı. Bu cümlənin mübtədası var. Mən demişdim ki, bu cümlənin mübtədası varsa, bu müəyyən şəxsi cümlə olur. Deməli, şəxsi cümlə deyil, bu cümlə müəyyən şəxsidir. Cavab B variantı olmalıdır bu sualda. Deyir, mübtəda quruluşçu mürəkkəbdir. Bəli, doğrudur. Söz birləşməsindən ifadə olunub. Müəyyən şəxsi cümlədir. Bəli, tamamilə doğrudur. Bayaqlar dedim, mübtədası var, müəyyən şəxsi cümlədir. Feili xəbərdir, onsuz da görürsənir. Göründü, nə etdi? Göründü, feili xəbərdir, feillə ifadə olunub. E variantda getdi, cavab B variantı qalır. Sonra baxıram 14-cü suala. 14-cü sualda qeyd olunur ki, nümunələrdə işlənən köməkçi nitq hissələrlə bağlı səhv fikri müəyyən edin. Köməkçi nitq hissələrindən suallar son zamanlarda situativ düşür. Yəni, bir nitq hissəsi yox, bir neçə köməkçi nitq hissəsindən söhbət gedir burada. Baxın, sən danışdıqca sanki mən Dağıstan igidlərini görürəm. A. Banu. Doğrusu, mən buraya gələnəcən səni lap çox istədiyimi bilməzdim. Köməkçi hissələrin altından xətt çəkdim. İndi deyir, səhv fikirləri tap. Baxaq, deyir, bütün köməkçi hissələri istifadə olunub. Məsələn, bilirəm ki, sanki modal sözdür. Doğrusu modal sözdür. Gələnəcən qoşmadır, lap ədatdır. Ahdı, nidadır. Hanı bağlayıcı? Yoxdur. Deməli, 1 mənim cavab variantımda mütləq yerləşməlidir. 2-də deyir ki, bənzətmə, müqayisə, güman, şübhə bildirən modal sözlər var. Baxın, doğrusu, bir də sanki. Bizdə modal sözləri idi. Sanki bizdə bənzətmə bildirir. Doğrusu isə güman, şübhə bildirir. Bəs yaxşı, mən baxıb görürəm, deyir, bax, bənzətmə, müqayisə və güman, şübhə bildirən modal sözlər var. Bənzətmə, müqayisə doğrudan da var. Sanki bizə bənzətmə, müqayisə bildirən modal sözdür. Güman deyir, şübhə bildirən modal söz. Doğrusu, bizdə güman, şübhə bildirən modal söz deyil. Doğrusu bizdə təsdiq bildirən modal sözdür. Ona görə 2 yanlışdır. Mən işini də cavab variantında yerləşdirməliyəm. Sonra D-ni C-ni atsam doğru cavab B variantı qalar. İndi digərlərini də təhlil edin. Bəlkə səhv yanaşıram elə suala. Xitabın əvvəl işlənmiş A çağırış həm də təəccüb bildirən nidadır. Ah, Banu. Doğrusu, mən buraya gələnəcən səni lap çox istədiyimi bilməzdim. Baxıb görürəm ki, bunun heç bir çağırış mənası yoxdur. Axı, bu sadəcə təəccüb bildirir. 3 də yanlışdır. 4-də deyir ki, nümunədə dək məsafə qoşmasının sinonim işlənib. Gələnəcən, gələnədək. Cən dəkin doğrudan da sinonimidir. 4 cavabda olan məhz. 5-də deyir ki, nümunədə qüvvətlendirici ədat işlənib. Bəli, lap qüvvətlendirici ədatdır. Bu sual üçün doğru cavab B variantı, yəni 1, 2, 3. Baxaq 15-ci sualımıza. 15-ci sualımızda qeyd olunur ki, mübtədanın əlavəsi işlənmiş cümlədir və xəbərin əlavəsi işlənmiş cümlədir. Əla. A-nı təhlil edirəm. Evimiz orada, şəhərin mərkəzində idi. Baxın, və mənə nə deyirdi? Mübtədanın əlavəsi işlənsin deyirdi, plus xəbərin əlavəsi işlənsin deyirdi. İndi baxıb təhlil eləsəm, görsəm. Şəhərin mərkəzində idi, harada idi? Harada idi, orada idi. Bunu çox vaxt sərfin əlavəsi götürürlər. Amma sualına fikir verin. Harada idi. Harada idi. Baxın, idi hissəciyi var burada. Əgər harada idi deyirəmsə, yəni idi hissəciyini əlavə edirəmsə, deməli bu xəbərdir. Xəbərin əlavəsidir. Ondan mən, bu 1-dir, 1, bu da 2-dir. 2-yə A-nı yazdım. 2-yə A olmayan variantları da atdım.
Baxıram B-yə. Bacım orada çayın aşağısında gözləyirdi. Baxın, gözləyirdi, nə edirdi gözləyirdi? Harada çayın aşağısında, harada orada? Bax fikir verin, harada sualına cavab verdi. Harada sualına cavab verdiyi üçün bu artıq burada zərfliyin əlavəsidir. B variantı cavab variantında yerləşə bilməz. İdi olsaydı xəbərin əlavəsi götürərdim. Harada sualına cavab verdi deyə avtomatik dedim ki, zərfliyin əlavəsidir və B olan variantları cavabdan atan daha qaldı. Digərinə baxıram. Deyir Eltac şöbə müdürü iclasda çıxış elədi. Çıxış etdi. Kim Eltac, kim şöbə müdürü? Mübtədanın əlavəsidir. 1-ə C-ni yazdım. Deməli, sonra baxın nəyə? Haqqında danışdığım Münəvvər xanımdır. Mənim sevimli xalamdır. Mənim sevimli xalamdır. Kimdir mənim sevimli xalamdır? Kimdir Münəvvər xanımdır? Kimdir sualına cavab verdim. Sonluğunda şəxs sonluğu var. Deməli, xəbərin əlavəsidir. O halda 2-yə D-ni yazdım. Azərbaycan Odlar Yurdu bu il COP29 tədbirinə ev sahibliyi edəcək. Ev sahibliyi edəcək. Hara Azərbaycan, hara Odlar Yurdu. Görürsünüz ki, hara sualına cavab verib mübtədanın əlavəsi oldu. 1-ə də E-ni yazdım. 1 C E 2 A D. Baxıb görəm ki, A variantında bütün tələbim ödənir. Bu sual üçün doğru cavab variantım A variantıdır. Əgər bu izahdan sizə qaranlıq qalan hər hansı bir nüans olarsa, rəylərdə bildirərsiniz və yaxud əlaqə nömrəsinə qeyd eləyə bilərsiniz. Sizə yenidən izah verə bilərəm. PDF-ni də əldə etmək istəsəz, yuxarıda göstərilən əlaqə nömrəsinə yazın. Mən sizə əlavə olaraq PDF-sini də göndərim.